Salam elə ki, hamını salamlayıram bu gözəl gündən. Yenə həmişəki kimi Çınar TV sizlərin də dəstəyi olmaqla gəlmişik bu günləri yardıma belə bir gözəl gündə. İndi sözü sizə verirəm Bəhman, sən də sözü deyirəm. Dəyərli izləyicilər, hər kəs salamlayıram buradan. Çınar TV komandası olaraq bildiyiniz kimi hər həftə olduğu kimi bizim qrupun köməyi ilə, qrupda olan qardaşların köməyi ilə biz bu yardımı davam etdiririk. Yəni biz vasitəsiyik. Yəni biz qrup olmadan biz bu işi davam etdirə bilmərik. Təbii ki, qrupda olanlara Şəmkir rayon uşaqlarıdır, Seyfəli uşaqları, Çınarlı qəsəbə uşaqlarıdır və Yeniyət kəndindən qardaşlar var. Allah hamısının canını sağ eləsin, çox sağ olun. Amin. Çox sağ olsunlar ki, onların dəstəyini Allah'ın izniyle. O ailənin də həqiqətən ehtiyacı var. Təbii ki. İndi gələndə dəfələrdən gəlmişik, demək olar ki, 2 ilə yaxındır. Çəkiliş eləyəndə yenə görəcəksiniz. Əslində, bir il yaxını biz gəlib bura. Bir il olaraq. Kanal olaraq 4 il işləyirik, amma yardım qrupumuz 1 il başlayır. Neyse, başlayırıq indi Arkadaşlarımız da çox sağ olsun ki, çəkilişləri davam etdirir. Bizə gedirik yardımımızı ailəyə təhvil verməyə. Dəyərli izləyicilər, sizdən çox xahiş edirəm ki, bizim kanala abunə olun, Çınar TV-ni izləyin və bizə dəstək olun. Və gəldik çatdıq ünvana və onu demək istəyirəm ki, bu ailənin qaldığı bu ev öz evlərdir. Sığınmaq üçün çox sağ olsun ki, dəstək verirlər. Qışlar çöldə qalmasın deyə bu ev verməli sığınsın. Həqiqətən də ehtiyacı var. Biz əlimizdən gələni almışıq. İnşallah bundan da çox olacaqdır qrupun dəstəyini. İndi gedirik eviyyəsini vermək. Ay eviyyəsi, gəl burada çıxsəndir. Salam aleyküm, nətərsiz? Bayramınızdan Sağ ol, sən belə Çınar TV yardım qrupu olaraq qardaşların dəstəyi ilə gəlmişik gənə. Öz yardımımızı qardaşların dəstəyi ilə təbii ki, onların yardımını gətirmişik verməyə. Nətərsiz, yaxşısız, nə vaxtdan gəlmirik? Bir aydır düz gəlmir. Elə bizi yaddan çıxartmışıq, yox, yaddan çıxartmamışıq. Biz sizi yaddan çıxartmarıq. Mən də bu, nə bilim, bu günə görə. Hə, şükür deməli, qolun sağı asılıb ki. Bu ayın axırı sabahlar getməliyim. Doktor, keçən aydan getmək, pul dərdindən qaldım. Ki, biraz bir pul düzəldim, ona görə qalmışım. İndi bax, buradakı sümükdür elə, o mil qoyulan. Sizində sim var. Biz buradan bura kimi dəmir var. Görürsünüz, burada izi var, bax. İzi görsən. Siz də bir, nə bilim, gözlərimdən qardaşlarım yəqin kərək ki. Biz prosto Qurban bayramına görə başdan gələnmədik. Allah bağışlasın. Biraz az idi ya, ona görə. Heç nə. Başda Allah bu Bəhman qardaşdan razı olsun. Bu veriliş aparıb, çəkilişi bunun sayəsində olur. Eləyən qardaşlarına, köməkli eləyən qardaşlarına, yardım eləyənlər. Bizə köməkli eləyən qardaşlara Allah hamısına belə can sağlığı verdiyincə versin. Bu qardaşıma da, sizə də, Çində də eləyən qardaşlarıma. Amin inşallah. Başda da bu qardaşıma. Onu bir arzusuna çatsın. Sizi də həyatdan nə arzunuz var, Allahdan dəmir hamınızın cümləmizlə arzularınız için olsun qardaş. Siz bizi kimi kəsləri sevindirsiniz. Cümləmizdə Allah bizi sevindirir. Cümləmizlə bizi sevindirən qardaşları Allah sevindirsin. Başda da bu çəkilişən Bəhman qardaşım, Vüqar qardaşım da başda olmaq şərtilə. Çində də sizlərlə qardaşım. Çox sağ olun. Yəni Çınar TV-də bilsiniz ki, Çinlər də razı olsun. Bir ilə yaxındır ki, yardım işlərini qardaşların təbii ki, dəstəyindən davam etdirir. Qardaşlar da yəni ki, bilərsən də Seyfəli kəndi, Çınarlı qəsəbə uşaqlarından, Şəmkir rayonundan və Yeni həyətdən də var. Allah verdiyincə versin, Allah canlarına sağlıq versin. Cümləmizlə, eləyənlərin Allah verdiyincə versin. Çində də sizlərdən ay qardaş. Uşaq utandığını həmişə kimi gizlənir. Onu da bildirək ki, Elbə xanımın 2 dənə uşağı var. O uşaqları tək böyüdür, özü işləyir, orada, burada, qapıda, düzdürmü? Bəli, qardaş. Neçə müddət qalsın burada? 4 ildir ki, bir qardaş. Biz 1 ilə yaxın gəlib gedirik, amma 4 il burada qalır. İndi bax, həmən məsələ ilə bağlı deyəcəksə getməli məhkəmə. Azərbaycan xalqı siz deyil, yaxşı insanlar çoxdur. Buyurun, nə sözünüz var, ürək sözünüz kameraya qarşı deyin. Sizə köməkli verin inşallah. Kartınız həmişə kimi yenə işləyir. Bəli, kartı. Buyurun, öz çıxışınızı eləyin. Telefon nömrənizi də deyək. Qardaşlar, mənim o kartımı, nömrəmi də yerləşdirəsiniz. Kartımı da yerləşdirin, yardım eləsinlər. Yəni, kartıma pul vurulsun, mən bu uşaqlara bir istəyirəm, bir gün ağlayam. Nə bilim, bir torpaqdan zaddan almaq istəyirəm. Bir də nə bu yaşayış vəziyyətdə də imkan. Hətta bir ana kimi o da istəyir ki, yəni övladlarını yaxşı böyütsün də. Yəni kim istəməz. Bəli, qardaş.
İnşallah istəyirəm. yani yığılan pullarla Allah qoysa İnşallah, ürəyindəki arzuları inşallah. gerçəkləşdirər. İnşallah, qardaş, mən də istəyirəm. Yani kimin də məsəl üçün ev, məsələn elə adam var evi məsələn indi görürsüz də, yəni kim məsələn işlətmədiyi ev, yaxşı vəziyyətdə olan ev varsa, yəni siz baxa bilərsiniz də, məsələn evə bağçasız da olsa, məsələn ağaclara baxa bilərsiniz. Məsələn olsa, yəni təklif eləyə bilər. Elxan, bax nə Aynen. işi bazarsınız deyin. Sahibkarlar Bəli. da sizə Hələ zəng ki- vursunlar, nömrənizi yerləşdirəcək ekrana. Bəli. Da sizə iş versinlər, köməkli olsun. Buyurun. Hələ ki, indi bu qolum məni çıxandan sonra, hələ ki, müvəqqəti. Yəni yüngül işlərdə nə Bəli. bazarsınız? Ümid işlərə elə bir ki, 2 gün, 2 gün belə getdim, meyvə yedim. Bir nəfər qadının qapısında. 2 gün, 3 gün getdim. Sonra elə bir ki, gördüm, dayandım. Bu doktora görə uşaqları biraz evdə biraz iş çox idi, ona görə dayanmışam. Sabahlar indi gedirəm, hələ ki, indi bir ay doktora hələ ki, icazə verməyəcək. Ondan sonra ümid işlərə yəni icazə veriləcək ki, gedə bilərəm. Elvira xanımın bir dənə də çətinliyi var, indi özü sizə deyəcəkdir. Buyurun sözü verək, özünə qoyacaqsınız. Mən bir dənə su çətinliyi çəkirəm. Ay qardaşlar, ay xalalar, bacılar, mən bir dənə belə yekəçən olur. Ondan istəyərdim ki, orada dolduram. Uşaqların paltarını seçək, məyərləm, çay qoymaq, suyum yox. Çox çətinlik çəkirəm, əzab çəkirəm, su yoxdur. Su qıtıqdır, su dərdindən belə Bir dənə qalmışam. bir tonluq Neçə belə bir bir çən tonluq olsa, yəni olsa, bəs eləyər. Bəs eləyər. İnşallah. Yəni, Allah razı olsun. Yəni, İnşallah sizin köməkliyinizlə İnşallah. bir zət olun, yəni elə bahalı bir şey deyil. Kimin nəyə ki, misafir yığab, bir dənəsini Allah Allah Allah. razı olsun. İnşallah. Burada da sözümüzü yekunlaşdırırıq. Gələn görüşlərə də, görüşənə də. Hamıdan Allah razı olsun, çox sağ Evet, olun. cümle. Sağ olun. Sizden de sizlerden kardeş.